Salam. Deməli, 1 fevral hədəf sınağının izahatına gəlin bir yerdə baxaq. Deməli, 57-ci sualda nə deyir? Deyir, məxrəci 4 olan düzgün adi kəsirlərin cəmini tap. Ümumiyyətlə, məxrəci 4 olan düzgün adi kəsirlər deyəndə bu olur 4-də 1, 4-də 2, 4-də 3, 4-də 3. Deməli, məxrəci 4 olan düzgün adi kəsirlər 3 dənə kətirimiz var və bizdən bu kəsirlərin cəmini soruşur. Sürətləri toplasaq 6, 6-nı 4-ə bölsək bizə verir 1/5. Deməli, bu sualın cavabı elə 1/5-dir, yəni C variantı. Elə şagird də burada düzgün qeyd edib, yəni düzgün hesablama aparıb. Gəlin növbəti suala baxaq. Deməli, 58-ci sualda AB toxunanı çəkilib və bir dənə də AD kəsəni çəkilib bu çevrədə. Deməli, bu hissədə 9-dur. Buranı bildik. Bu hissə 3-dür. Bunu da bildik və bizdən A-dan D-yə qədər olan məsafəni biz çevrə düsturundan bildik ki, toxunanın kvadratı, yəni 9-un kvadratı bərabərdir. A-dan C-yə qədər olan məsafə 3-ü vururuq A-dan D-yə qədər, yəni AD məsafəsinə vururuq. Və burada AD məsafəsinin də qiyməti 81-i 3-ə böləndə bizə verir 27. 27. Deməli, AD məsafəsinin qiyməti oldu 27. A-dan D-yə qədər məsafə 27-dirsə, amma bizdən CD məsafəsini gəlin baxaq. 27-dən deməli 3 çıxanda bu bizə verir 4-dür. Deməli, N-dən D-yə qədər olan məsafə 24-dür. Şərtləri deyir ki, OM-lə CD bir-birlərinə perpendikulyardır. Perpendikulyardırsa, onda biz radiuslar qaydası, çevrə qaydasından bilirik ki, bərabər yanlı üçbucaqda, yəni radius bərabər yanlı deməkdir. Təpədən çəkilən hündürlüyü həm median, həm tənböləndir. 24 də yarıya bölsək 12, 12. Şöyle bax, bizdən bu məsafəni soruşur, 12 məsafəsini. Yəni ND məsafə. ND məsafəsi olur 12. Elə burada da doğru cavab A variantıdır. Gəlin 59-a baxaq. Deməli, 59-cu sualda deyir, ambarda 400 kiloqram meyvə var. Deyir, bu meyvələrin əvvəlcə 8-də 5 hissəsi gündə 125 kiloqram. Şöyle 4-ün 8-də 5 hissəsi ilə burada şagird hesablayıb. 4 8-də 5-ə vuranda bəli 250 kiloqram verir. Deməli 250 kiloqram meyvə gündə 125 kiloqram paylansa, deməli 250 kiloqram meyvə 2 günə paylanacaq. Və 400-dən 250 çıxanda 150 kiloqram eləyir. 150 kiloqram meyvə isə günə 30 kiloqramdan paylansa, 150-ni 30-a böləndə bizə verir 5 gün. 5 gün. Deməli, 150 kiloqram meyvədə 5 gündən paylanacaq və ümumilikdə ikisi birlikdə bizə 7 günü verir. Deməli, həmin meyvə 400 kiloqram meyvə bütövlükdə 7 günə paylanacaq. Yəni, burada doğru cavab Y variantıdır. Gəlin, 60-cı suala baxaq. 60. 60-da nə deyir? 5 düz xətt bir nöqtədə kəsişirsə alınan şüaların sayı. Şualar 5 dənə düz xətt. Baxın, 5 dənə düz xətt çəkək. 1, 2, 3, 4 və 5. 5 düz xətt bir nöqtədə kəsişəndə, məsələn, kəsişmə nöqtəsi olsun bura. Baxırıq ki, bir nöqtədən 2 dənə şüa çıxır. Məsələn, bir şüa belə gedir, bir şüa belə gedir. Bir şüa belə, bir şüa belə. Deməli, bir düz xəttdə 2 dənə şüa var. Bir düz xəttdə 2 dənə şüa varsa, 5 düz xəttdə, deməli, bir düz xəttdə 5 dənə şüa var. Şüa var. Daha doğrusu, bir düz xəttdə 2 dənə şüa varsa, bizdən soruşur ki, 5 düz xəttdə kəsişməsindən neçə dənə şüa əmələ gələcək? 5-i 2-yə vuranda olacaq 10 şüa. Deməli, bunda şüalar düsturu belədir. Şüaların sayı 2N'dir. N burada düz xəttlərin sayıdır. 2-ni 5-ə vuranda bizə verir 10-u. Yəni, ümumilikdə 5 düz xəttin kəsişməsindən 10 dənə şüa əmələ gələcək. Elə burada da doğru cavab bəli, C variantıdır. Gəlin baxaq 61-ə. Şualar 61-dəki sual burada nəyə fikir verirsiniz? 324 ilə 325 ardıcıl natural ədədlərdir. Ardıcıl natural ədədlər biz bilirik ki, qarşılıqlı sadə ədədlərdir və qarşılıqlı sadə ədədlərin əbobu da 1-ə bərabərdir. Və buna görə 61-in sualda ilə doğru cavab A variantıdır, yəni 1. Keçək 62-ci suala. Şualar üçbucaq qaydasından biz bildik ki, yəni 61-in izahatını verdim, bəli. Üçbucaq qaydasından biz bilirik ki, üçbucağın bir tərəfi 5 və 12 olanda, üçün tərəfinə bir x yazsaq, üçbucaq bərabərsizliyində belədir. Üçbucağın istənilən tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqinin modulundan böyük. Yəni 12 çıx 5-in modulundan böyük. Onda üçbucağın üçüncü tərəfi 7 ilə 17 arasında qiymət alır.
Şərtdə deyir ki, üçbucaqda digər tərəf hansı ola bilməz? Uşaqlar 8 7 ilə 17-nin arasında düşür. 12 7 ilə 17-nin arasında düşür. Bir dənə düşməyən burada C variantıdır. Yəni 16 da 7 17 arasında düşür. Y də 14 də 7 17 arasında düşür. Bir dənə düşməyən burada oldu C variantı. Gəlin keçək növbəti suala. Deməli 63-cü sual. 63-də uşaqlar burada nəyə fikir veririk? Bax bizdən bu şagirdin özü də bu hissəni belə qaralayıb, bizdən bu hissənin ştrixlənmiş bu hissəni soruşur da. Bunu gəlin biz neyək? Bu qaralanmış hissəni, ştrixlənmiş hissəni tapmaq üçün bütöv B-nin hamısını qaralasaq, bütöv B-nin bu olacaq B. Və buradan A ilə C-nin kəsişməsini çıxsaq, uşaqlar baxın qırmızı ilə işarə edirəm, tam görəsiniz. A ilə C-nin kəsişməsi uşaqlar bu hissədir. Bu hissədir. Onda biz A ilə C-nin kəsişməsi bu hissədir. Bəs biz B-dən, yəni bütöv B dairəsindən çıxsaq, A ilə C-nin kəsişməsini çıxsaq və bu hissə bizə verəcək, göy ruçka ilə işarələnmiş, ştrixlənmiş hissəni verəcək. Yəni bütöv B dairəsindən A ilə C-nin kəsişməsindəki bu hissəni çıxsaq, bizə verəcək həmin o ştrixlənmiş hissəni. Burada da doğru cavab C variantı. Keçdik 64-cü suala. Uşaqlar 64 asan sualdır. Deyir 2-də 1 hissəsi 4 olan ədədin yarısı. Hər hansı bir ədəddir 2-də 1 hissəsi deyəndə x-i 2-də 1-ə vuranda 4-ü verirsə, baxırıq ki, x-in qiyməti 8-dir. Və həmin ədədin yarısını soruşur tap. 8-in də yarısı bizə verir 4-ü. Yəni doğru cavab B variantı. Keçdik 65-ci suala. 65-də biz bilirik ki, dərəcələr cüt olanda arada vurma varsa da biz bunları bir kökün içinə vura bilirik. Bunları bir kökün içinə vuranda 10 çıx kökdə 3, kökdə 10 çıx 3-ü, kökdə 10 plus 3-ə vuranda burada müxtəsər vurma düstur əmələ gəlir. Bir kökün içində kökdə 10-un kvadratı, çıxaq 3-ün kvadratı. Yəni 10-dan 9-u çıxanda bizə verəcək kökdə 1-i. Kökdə 1-dən də 1 çıxır. Yəni doğru cavab A variantı. Keçdik 66-cı suala. 65-in izahatını verdik. Keçək 66-ya. Deməli 66-cı sualda diaqonalın uzunluğu 4 kökdə 2 olan deməli uşaqlar bir dənə kvadrat çəkək. Kvadratın əgər diaqonalının uzunluğu 4 kökdə 2 isə, kvadratda birlik bütün tərəflər bərabərdir. Həm də diaqonal tənbirlər rolunu oynayır bucağın. 45-45. Və deməli bunun kvadratın hər tərəfi 4 imiş ki, diaqonal bizə verib 4 kökdə 2. Uşaqlar tərəfi 4 olan kvadratın daxilinə biz bu formada bir çevrə çəksək və bu 4 kvadratın daxilinə çevrə çəkənə biz qaydadan bilirik ki, diaqonalla çevrənin diametri ilə tərəf bir-birlərinə bərabərdir. Və çevrənin diametri 4-ə bərabərsə və bizdən çevrənin radiusunu soruşur da, radius olacaq 2. Yəni B variantı. Demək olar ki, uşaqlar 57-dən 66-ya qədər hələ ki çətin sual yoxdur. Yəni bu tip sualları rahat şəkildə yazmaq olar. Gəlin 67-yə baxaq. Uşaqlar 67-də deyir müsbət cüt rəqəmlər çoxluğunun bütün alt çoxluqlarını sayır. Uşaqlar müsbət cüt rəqəmlər bilirik ki 2-dir, 4-dür, 6 və 8-dir. Bu müsbət cüt rəqəmlərdir. Yəni 4 dənə elementdir. Müsbət cüt rəqəmlərimiz sayı 4 dənəsə və bizdən bu çoxluqların alt çoxluqlarını sayı. Alt çoxluqların sayını düsturda şu olar 2 üstə n-dir. Yəni aparıb n-in yerinə 4 yazsaq cavab olacaq 16. Yəni 4 elementi olan çoxluğun alt çoxluqlarının sayı 16. Burada doğru cavab D variantıdır. Şagird burada səhv yazıb. Keçək 68-ə. Uşaqlar 68-də deyir trapesiyanın oturacaqlarının uzunluqları cəmi. Trapesiyanın yan tərəflərinin uzunluqları cəmi. Bax təsəvvür edin ki, x ilə y yan tərəfdir. Yan tərəflərinin cəmi 14-dür. Şərtdə də deyir ki, kiçik oturacağı 10-dur, böyük oturacağı bilinmir nədir. Və şərtə görə deyir trapesiyanın oturacaqlarının cəmi oturacaqları 10-dan B-dir. 10-dan B-nin cəmi yan tərəflərinin cəmindən 1/5 dəfə çoxdur. Uşaqlar yan tərəflərinin cəmi 14-dürsə, 14-dən 1/5 dəfə çox olmaq 1/5 olar 3/2-dir. 14-ü 2-də 3-ə vuranda 7 21-i verir. Deməli yan tərəflərin cəmi 14-dürsə, oturacaqların da cəmi 21 olmalıdır ki, oturacaqların cəmi yan tərəflərin cəmindən 1/5 dəfə çox olsun. Və burada B-nin qiyməti olur 11. Bəli, burada da şagird doğru yazıb. Doğru cavab olur Y variantı. Keçdik 69-cu suala. Uşaqlar 69 da çox rahat sualdır. Burada məsələn A kvadratı çıx B kvadratı. Bilirik ki A çıx B A plus B'dir. Və o bir iki ifadədən də 4-ü mötədə xaricinə çıxarsaq olacaq A plus B-yə. Və hər iki ifadədən A plus B-ni mötədə xaricinə çıxarsaq, deməli bir mötəzənin içində
Bir dənə A çıxıq B olacaq və bir dənə müsbət 4 olacaq. Yəni bu sualın cavabı A plus B, A çıxıq B plus 4. Yəni Y variantı. Gəlin baxaq 70-ci suala. Deməli 70-də görək nə deyir. Uşaqlar, 70-də deyir A bir çoxhədlidir, dərəcəsi 5-dir. Bunu bir çoxhədli kimi yox, bir hədli kimi də götürsə eyni cavaba gəlib çıxacaq. Bax təsəvvür edin ki, A bir çoxhədlidir, dərəcəsi 5-dir. Zənn eləyək ki, bunun ən böyük dərəcəsi məsələn x+5 olar. B çoxhədlinin dərəcəsi 2-dirsə, deməli buna bir x-in üstü 2 yazsaq, ən böyük dərəcə x+2 isə onda olacaq çoxhədlinin dərəcəsi. Və bizə deyir ki, 2 vuraq A. 2 vur A, üzərinə gəl 12 vuraq B. Bu çoxhədlisinin dərəcəsində. Aparıb A-nın yerinə 5 yazsaq, olacaq 2x-in üstü 5. Üzərinə gəl 12 vuraq x-in kvadratı. Və bu çoxhədlidəki ən böyük dərəcə baxırıq ki, yenə 5-dir. Heç nə dəyişmir. Ona görə bu çoxhədlinin dərəcəsi olur elə 5. Yəni B variantı. Keçdik 71-ci suala. Deməli 71-ci sualda düzbucaqlı üçbucaq verilib uşaqlar. Deyir bu düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən bir tənbölən. Bir bilik ki, tənbölən 90 dərəcəni 45-45-ə bölünür. Və həmin deyir bu tənbölən hipotenuzla hipotenuz arasındakı kiçik bucaq 85-dir. Zənn eləyək ki, kiçik bucaq buradır 85. Üst bucağın daxili bucaqların cəmi 180-i verdiyinə görə 45 ilə 85-in cəmi 130-u verir. Bura olur 50 dərəcə. Və bura bütövlükdə 90 dərəcəsi, deməli bunun yuxarı bu hissəsi bizə 40 dərəcəni verir. Yəni düz bucaqlı üst bucağın kiçik iti bucağı 40, böyük iti bucağı 50-dir. Və bizdən də kiçik iti bucağının dərəcə ölçüsünü soruşur da, doğru cavab elə olur 40, yəni D variantı. Keçmiş olar 72-yə. 72-də nə deyir? Modulla x bərabərdə A tənliyinin kökləri hasil -49-dur. Olar. Burada ümumiyyətlə misaldan modul ifadəsindən bilirik ki, modulla x-i A-nın yerinə aparıb 7 yazsaq, x-in qiyməti həm müsbət 7, həm də x-in qiyməti -7 olur. Çünki x-in yerinə müsbət 7-də -7 yazsaq, yenə 7 çıxacaq. Və kökləri müsbət 7 ilə -7 olanda, bəli, 7-nin də -7-yə vuranda -49 verir. Doğrudur. Deməli, köklərin hasili həqiqətən də -49 verdi. Və bizdən soruşur, A-nın yerinə neçə ola bilər uşaqlar? Baxırıq ki, bəli, A-nın yerinə biz 7 yaza bilərik. Cavab olur A bərabərdir 7-yə. Yəni cavab 7. Keçdik 73-cü suala. 73-də uşaqlar. Deməli belə bir ədəd verib. Bizdən bu ədədin standart şəklində yazılışının tərtibini soruşur da. Uşaqlar biz bilirik ki, ümumiyyət ədədi standart şəkildə yazanda ədədi isə 1 ilə 10 arasındadır. Baxın, bu 2,245-in 1 ilə 10 arasına düşməsi üçün vergülü 2 ilə 4-ün arasında atarıq. Çünki 2,45 1 ilə 10-un arasındadır. Və 2,45-i 10 üstü 2-yə, yəni 100-ə vursaq, yenə 245-i verəcək. Heç nə dəyişməyəcək. Yerdə qalır 10 üstü 5 olduğu kimi saxlayırıq. Bu da bizə verir 2,45 vuraq 10 üstü 7-yə. Baxırıq ki, ədədi isə bəli 1 ilə 10-un arasındadır və tərtibi də 7-dir. Və bizdən artıq standart şəkildə yazdıq. Bizə də deyir ki, standart şəklində yazılışında tərtibini tap. Baxırıq ki, tərtibi oldu 7. Yəni cavab 7. Keçdik 74-cü suala. 74. Uşaqlar, verilənlərdən hansı tam cəbri ifadədir? Tam cəbri ifadədə biz nəyi bilməliyik? Tam cəbri ifadənin məxrəcində dəyişən ola bilməz. Baxırıq ki, bu birdə məxrəcdə y var, məxrəcdə dəyişən var. Bu getdi. Amma ikinci verilən ifadədə məxrəcdə dəyişən yoxdur. Yəni biz bunu hər tərəfli 3-ə bölsək, olacaq 3-də 2x, bir də 3-də 3y. Yəni məxrəcdə dəyişən yoxsa bunu götürə bilərik. Burada da məxrəcdə dəyişən yoxdur. Bəli, bu da tam cəbri ifadədir. Burada da məxrəcdə dəyişən yoxdur. Çünki x-in məxrəci 1-dir. Heç nə dəyişmir. Bu da tam cəbri ifadədir. Deməli, bu sualda tam cəbri ifadə 2, 3 və 4-dür. Bu da oldu bu sualın doğru cavabı. Keçdik 75-ə baxaq. Uşaqlar, düzgün altıbucaqlının bizdən kiçik diaqonal uzunluğunu 4/3 verib və düzgün altıbucaqlı çəksək, düzgün altıbucaqlı qaydasından bilirik ki, kiçik diaqonal bu hissədir. Bunun kiçik diaqonalı 4/3 olanda, deməli bunun hər tərəfi 4 imiş ki, kiçik diaqonalda tərəfin kökdüyü hasilidir. Onda uşaqlar, bu altıbucaqlının tərəfi 4-ə bərabərdir. Yəni bu sualın cavabı 4-dür. Keçdik növbəti suala, yəni 76-ya. Uşaqlar, biz V7-dən bilirik ki, kökləri cəmi deyəndə, yəni x1 ilə x2-nin cəmi desək, ortaya baxırıq. Ortada müsbət 8-dir. İşarə dəyişir, müsbət 8 olur. Və V7-dən də bilirik ki, kökləri hasildə bizə verib 2-ni.
Və bizdən soruşur ki, bu ifadənin qiymətində. Burada nə edir? Orta məqrəti x1, x2 götürsək, çarpaz şəklinə vursaq x2 üzərinə gəlir x1 və yenə arada diqqətlə baxın, yenə x1 vuraq x2 var. Burada da x1, x2'lər gedir, yerdə qalır x1 ilə x2'nin cəmi. Və x1 ilə x2'nin də cəmdə yuxarı hissədə baxırıq ki, cavab olur 8. Yəni bu sualın cavabı oldu 8. Keçdik uşaqlar 77-yə. 77 də çox asan sualdır. 3'ü biz nəyə vursaq 16'nı verər? 18'i verər 6'ya. Deməli burada x-in qiyməti 6'dır. Yəni 3'ü 6'ya vurduq 18'i verdi. Və 6'nın da üzərinə 0 gəlsək 6'nı verər. Deməli y də 0'dır. Və bizdən də bu ikisinin kvadratları cəmini soruşdu. 6'nın kvadratı 36, 0'ın kvadratı 0. Cavab oldu 36. Yəni bu sualın cavabı elə 36'dır. Keçdik 78-ci. Deməli 77'ni dedik, baxdıq 78'də. Uşaqlar 78'də A məhlulu suyun miqdarı A məhlulda suyun miqdarı 50'dir, duzun miqdarı 10'dur. Onda bütövlükdə A məhlulu bizə 60 qramı verir. B məhlulunun suyun miqdarı 10'dur, duzun miqdarı da 30'dur. Onda B məhlulu bizə 40 qramı verir. Məhlul. İki məhlulu qarşılığında ümumi məhlulumuz olacaq 60 ilə 40'ın cəmi, yəni 100. Deməli 100 qram məhluldur. 100 qram məhlul iki məhlulun qarşılığı bizə 100% verəcək. Və burada da alınan məhlulun duzluq faizini soruşur. Duzluq faizi sadəcə duzların qatlığının faizini biz tapırıq burada. Məsələn, A'da duzluq miqdarı 10 qramdır, B'də də duzluq miqdarı 30 qramdır. Onda ikisini birlikdə qatanda ümumi qarşılıqdakı duzluq miqdarı 40 qramı verir. 40 qram da duzun miqdarıdır. Və bizə deyir ki, bu məhlulun duzluq faizində, duzluq faizi 40 qramdır. X. Yəni məhlulun hamısı 100 qram, 100%. İki qab qarışdıranda ümumi duzun miqdarı 40 qramdır. 40 qramda x. X də bərabər çarpaz şəklinə vursaq 40'ı vurarıq 100'ə, bölərik. Gəlin qırmızına yazaq. Bölərik 100'ə. Şola yenə yüzlər gedir, yenə cavab olacaq 40. Yəni bu sualın cavabı da oldu 40. Keçdik 79'a. 79'da bu bərabərlikdən biz bilirik ki, AB üstü xət 10A üzərinə gəl B'dir. Bərabərdir A üzərinə gəl 2B'yə. Şolar A'nı sola aparsaq 9A'dır, B'ni sağa aparsaq 1B. Və biz də bilirik ki, burada AB üstü xəti olanda 1-dən 9'a qədər rəqəmlərdir. Yəni A'nın yerinə 1 yazsaq, B'nin yerinə 9 yazsaq bu bərabərlik ödənər. Deməli A'mız 1'dir, B'miz də 9'dur. Bizdən soruşur ki, bu iki rəqəmli ədəd tap. Deməli bu iki rəqəmli ədədimiz AB üstü xətdir. AB üstü xətdə A'nın yerinə 1, B'nin yerinə 9 yazsaq, sualın cavabı olacaq 19. Keçdik 80 sualda. 80 sualda nə deyir? X ədədinin A faizi B ədədinə bərabərdir. Şolar, ümumiyyətlə bir ədədin A faizi deyəndə biz bilirik ki, X ədədini A faizinə vursaq, 100%-ə bölsək, bu bizə verəcək X-in A faizi. Yəni X-i A-ya vurduq, 100'ə böldük. Və deyir ki, bu faiz A faizi B-yə bərabərdir. Və çarpaz şəklinə vursaq, biz bilirik ki, X vuraq A bərabərdir. Çarpaz şəklinə bu 100'ü B-yə vursaq, 100 B-ni verir. Şərtdə də deyir ki, X ilə A-nın hasili yuxarıya baxın 200'dür. Onda X ilə A-nın hasili yerinə 200 yazsaq, bərabərdir 100 B-yə və 200 də 100'ə böləndə B-nin qiyməti olur 2. Yəni burada da cavab oldu 2. Cavab 2. Keçdik növbəti suala. Sonuncu sualımız 81'ə. Uşaqlar, hər hansı bir dördbucaqlının, bax burada hazır formada uşaq üzərinə qeyd edib. Deməli, hər hansı bir dördbucaqlının daxilinə çevrilə çəkəndə qarşı tərəflərin cəmi bir-birlərinə bərabər olur. Və bura 7, AB hissəsi 7, CD hissəsi 6, AD hissəsi 10, BC hissəsi x-dırsa, biz bilirik ki, hər hansı bir dördbucaqlının daxilinə çevrilə çəkəndə qarşı tərəflərin cəmi bərabərdir. Yəni 10 ilə x-in cəmi bərabərdir 6 ilə 7'nin cəminə. X-in qiyməti olacaq, bu hissə 12 verəcək, onu sağa aparsaq -10, deməli x-in qiyməti oldu 3. Yəni bu sualın cavabı da oldu 3. Bu da belə. Bu da uşaqlar oldu bizim sonuncu sualımız. Həllərin izahatını əgər bəyəndinizsə, səhifəyi bəyənib, səhifəni takip edib dəstək ola bilərsiniz və növbəti videoların davamı yenə gələcək. Oldu, sağ olun, hələlik.